Cana baxırıq. Birincidə A variantında verir ki, düzəltmə sifət işlənmiş cümləni müəyyənləşdirək. Gözəllik Allahın verdiyi ən gözəl nemətdir. Burada gözəl, sadədir. Yetişmiş almaları səbətə yığdılar. Yetişmiş burada feili sifətdir. Bu artıq iş oldu məncə. Artmaqdan artıq əmələ gəldi. Belə cavabımız D variantıdır. Sonra ikinci sualda hər üç azaltma dərəcəsində olan sifəti müəyyən edin deyir. A variantında qırmızı, biz bilirik ki, onsuz da adi dərəcədədir, balaca sadə adi dərəcədədir. B variantında biz demişik kəm savad azaltma ola bilməz. C variantında balaca adi dərəcədədir. Cavab olur elə D variantı. Üçüncü, ismi xüsusiyyətlərini daşıyan sifət hansı cümlədə işlənmişdir? Bir sifət o zaman ismi xüsusiyyətini daşıyır ki, öz sualına cavab vermir, ismi sualına cavab verir. Gəncliyi qorumaq lazımdır. Burada ümumiyyətlə sifət yoxdur. Yalanı aramıza gətirməyin. Burada sifət yoxdur. İgid bastığını kəsməz. İgid burada sifətdir. Özü də kim sualına cavab verir. Cavabımız olur elə C variantı. Yaşlı insanlara hörmət edin. Hansı insanlara? Burada sifət öz sualına cavab verir. Doğru söz acı olar. Hansı söz? Burada da öz sualına cavab verir. Dördüncü sualda hansı cümlədə sifətin işlənib işlənmədiyini dəqiq müəyyənləşdirmək olmur. Demək onda iki məna bildirir. İti çaydan keçəndə çox sevindi. Bir də var. O iti çaydan keçəndə çox sevindi. Yəni iti. Yəni tez gedən çaydan. İki mənada. Bir isim mənasında, heyvan mənasında, bir də tez getmək mənasında, cəhd mənasında, sifət mənasında işlənə bilər. Baxırıq nümunələrin birində kökü sifətlə homonim olan söz işlənmişdir. Samir mənə çox sıxıntı yaradır. Sıx burada kök feildir. Sıxıntı da üstəgəl nə olur? Sifət olur. Elə cavab variantımız A variantıdır. 6. Hansı cümlədə sifət yalnız adi dərəcədə işlənib? Baxırıq. Bağçamız necə gözəl quşlarla bəzənib. 6-da elə cavab belə gözəl sözüdür. A variantıdır. Tərtəmiz paltar ona çox yaraşırdı. Tərtəmizdə çoxaltmadır. Balaca insanlar ən ağıllı insanlardır. Yenə çoxaltmadır. Bumbuz bulaqlar tünd yaşıl. Yenə çoxaltmadır. Olduqca gözəl. Bu da çoxaltmadır. Şeir verib deyir ki, sifətlərlə bağlı hansı fikir doğrudur. Birinci misrada sifət keyfiyyət bildirir. Sifətimiz hansıdır? Qəribədir. Doğrudurmu? Doğrudur. İkinci misrada iki sifət işlənir. Sərt, bir də uşaq xasiyyət. Doğrudur. Qurur üçün mürəkkəb olan sifət isimləşmişdir. İsimləşməyib. Sərtəm, uşaq xasiyyətəm, necəyəm sualına cavab verir. Cavab olur C variantı. İsmi sualına cavab verən sifət hansı cümlənin tərkibində? Baxırıq. İsmi sualına cavab verən sifət istəyir bizdən. Biz insanlığı heç vaxt unutmarıq. Burada sifət yoxdur. Gözəllik onun ruhunu öpmüşdür. Burada da yoxdur. Məktəbli ona verilən bütün daş yerinə yetirdi. Burada da sifət yoxdur. Qorxmazları bir dəstəyə ayırın. Kimləri? Kimləri? Qorxmazlar. Cavab olur elə D variantı. Tuncayın qardaşı olduqca əl açıqdır. Burada sifət elə öz sualına cavab verir. 9-da hansı cümlədə 2 dənə düzəltmə sifət işlənmişdir? Baxırıq. A variantında 2 dənə sifət var. Balaca və çirkin. Burada yoxdur. Çünki balaca sadədir. Bənövşəyə paltar giyinmiş qız yaxşılığı anlamışdı. Bənövşəyə düzəltmədir. Paltar giyinmiş və son. Başqa sifətimiz yoxdur. Yun şal onu çox gözəl göstərirdi. Burada da sifət yoxdur ümumi olaraq. Dünənki hadisədən sonra anladım. Dünənki hadisədən qorxmaz insan. Qorxdan qorxmaz demək. D variantında. Dünənki bir də qorxmaz. Cavab olur D variantı. Onda hansı cümlədə homonimi olan sifət işlənmişdir? Baxırıq A variantında. Bəstə çox gözəl bəstələnmişdir. Burada yoxdur. Əhməd rütubətli yerdə yaşadığı üçün oynaqları ağrıyırdı. Burada rütubətlidir. Yoxdur. Sənubərin əlindəki qab dolu idi. Elə cavab olur dolu. Bir var göydən yağan dolu mənasında isim.
Bir də var məsələn dolu qab elə sifət mənasında cümlədə işləndiyi mənadadır. Sonra baxırıq 11-də düzəltmə sifəti işləndiyi cümləni müəyyən edin. Düzəltmə sifətin işləndiyi cümlə. Baxırıq. Çəhrayı don Sevincə çox gözəl yaraşırdı. Burada onsuz da sadədir. Burada yoxdur. Balaca qız möhtəşəm rəqsi ilə hamını heyran edirdi. Burada da sifət sadədir. Sənin dediyin mənim üçün gərəksizdir. Cavabımız elə olur C variantı. Gərək sözündən gərəksiz əmələ gəlib. Saçı bu işlərdən baş çıxarmırdı. Burada ümumiyyətlə sifət yoxdur. Etdiyim pislik sənə qalacaq. Burada da sifət yoxdur. 12 mürəkkəb sifətlərdən birinin yaranmasına mənsub şəkilsiz iştirak etmişdir. Elə cavab variantım A variantıdır. Özünə məxsus sözündə. Sifətlərdən biri feildən düzəlməmişdir deyir. Baxırıq. Tiki, tikili, kəsdən kəsici, qaynamaqdan qaynar əmələ gəlir. Azdan azğın əmələ gəlir, qorxudan qorxu, qorxulu. Cavabımız olur, feildən düzəlməmişdir. E variantı. Düzəlmək deyəndə axırıncı leksik atıram. Qorxu. Nədir? Qorxu isimdir. İsimdən yaranmış sifət var burada. Baxırıq 14-də sifət isimləşərkən özünü göstərən əlamətlərdən biri yanlışdır. Sifət isimləşərkən cümlənin tamamlığı ola bilir, doğrudur. Mübtədəsi bəzən ismi xəbəri olur, doğrudur. Hallanır, cəm şəxsi qəbul, təyin sualına cavab vermir. Tam tərsinə. Mübtədənin tamamlığının sualına cavab verir. 15-də cümlənin birində sifətə yalnız hansı sualını vermək olur? Bu, dakıda, bir də kida baş verir. Bu da əlbəttə ki olur, elə C variantı. Baxırıq 16-cı sualda. Aşağıdakılardan biri mürəkkəb sifət götürmək olmaz. Baxırıq günbəgün. Burada günbəgün zərfdir. Ona görə olmur. Zahiri görkəm bildirən sifəti göstərir. Zahiri yəni xarici görkəm demək istəyir. 17-də əlbəttə ki nuranidir. 18-də iki sadə sözün birləşməsi ilə əmələ gələn sifətdir. 2 dənə sadə olsun. Burada da əlbəttə olur bəstə boy. Bəstə və boy sözləri. Cəmci sual idi. 18-ci sualda olur bəstə boy. 19-da azaltma dərəcəsində əmələ gətirən vasitələrdən biri səhv verilmişdir. Baxırıq. Açıq qala təhər sözü istifadə edir. Doğrudur. Unutuluşun şəkilçilərinin köməyi ilə düzəlir. Doğrudur. Adi dərəcədə olan sifətin düm hissəci artırmaqla adi dərəcədə olan sifətlərə düm hissəci. Cavabımız burada olur C variantı. Vurğusu birinci hecəyə düşən sifət hansı cümlədədir? 20-yə baxırıq. 20-də o əyninə zilqara rəngli şalvar geyinmişdi. Burada yoxdur. Qara əlbəttə ki sifətdir. O da axıra düşür, əvvələ düşmür. Bizə birinci hecəyə deyir. Yel əsir, tərpənir, gömgöy zəmlər. Elə burada gömgöy sözündədir. Gömgöy sözündə 1-ə düşür.